Bir dənə hava var, gün də çıxıb qardaş, sentyabr ayı. Belə gözəl ev çəkməyə gəlmişik. Hamınızı salamlayıram. Sərfəli qiymətə evimizin bir dənə fasar çək. Yəni müasir üslubda tikilmiş, şəxsi tikili, satmaq məqsədi olmayıb. 5 sot yarım, Vişnyovka alballıq bağları. Həyətinə maşın da girir. Özü ev sahibi burada özü bilə-bilə alıb burada tikib ki bunu. Baxın, heç bir qonşu görsənmir həyətdə. Görürsünüz, bir dənə çək qırağın. Bir dənə qonşu görsəm. Dedi ki, mən Rəvan buranı özüm bilə-bilə buraya aldım ki, sakitçilikdən, maşın səsi gəlməsin. Yol qırağı istəmirəm mən. Maşın, səs, küy, tüstü. Mən sağlam həyat aparmaq istəyirəm. Ona görə də bu yeri seçdim. Burada da baxın, bir dənə müasir evlər var. Evin arxasında bir dənə villalar var ki, yəni ərazi əla. Vişnyovka, Sabunçu rayonu Vişnyovkası, yəni Bilgə istiqamətdə. Ayda Park Sataratoria, yəni zəng edib soruşmuyor. Ayda Park və sair və ilaxır. Deməli belə, burada su sənimizdir, bax bu hissədə. Yəni ora, bax o boş sahə var ha. Oranı da ev sahibi belə nəzərdə tutmuşdu ki, orada mətbəx eləsin, yay mətbəx. Üstündə bağlayıb yanına bir şey eləmək olar. Qiymət 170.000, cüzə indirim olacaq. Əşyaların 50% qalacaq, 50% götürüləcək. Həyətində ağaçları var. Evimiz tam təmiri, qəşəng, səliqəli. Bir köpük pul qoymayacaq. Demək, həyətində sanuzeli, burada tualeti. Bax, bu hissə boşluqdur. Bu hissə boşluq. Burada nə eləmək olar? Kimsə istəsə, hovuz sala bilər baseynə. İstəsə. Evin arxasına buradan keçid var. Neynəyək? Evlə tanış olaq, giriş qapısını çəkdin, göstərdin. Sakit, təmiz, səliqəli, gəlirsən, pulu verirsən, girirsən bağın içinə, ləzzətlə istirahət edirsən, təmiz hava udursan. Nə istəyirsən? Pəncərələrlə bax, yönə boyda pəncərədir, biləm o var. Vitrajlı pəncərələr, şəbəkə. Özdə ki, 3 qatdır ya. Yəni, özü üçün tikdiyinə görə, mənə dedi ki, mən 3 qat eləmək istəyirəm ki, sonra da tərəmə, mərəmə və s. və ilaxır, belə şeylər olmasın. Gəl, operator qardaş, buyur. Buyur, keç evimizə. Kim alsa Allah xeyir versin. Endirimimiz təbii ki olacaq. Evimiz isti polla təchiz olunub. Bura koridor hissəsidir. Bax, belə. Sonda. Kondisioner, split kondisioner zat. Deyirəm, əşyaların 50% qalacaq. Gəl bir dənə mətbəximizə baxaq. Ağ rəngdə qapılar. 145 kvadrat metrdir. Mətbəx, studiya. Installation isə stolun ortasında, yəni bax mətbəximiz. Buradan da gördüyünüz kimi bu mətbəxdən çölə, dediyim o yay mətbəxi ki, nəzər, ora çıxışı var. Yəni keyfiyyətli materiallardan istifadə olundu. Yağın ki, videoda da siz görürsünüz, fikir verirsiniz. Bir qəpik xərc qoymayasınız. Buranın bir dənə şey mənə ləzzət elədi. Qardirobu nə boydadır? Bütün nəslin paltarı yerləşər. Bura böyük ölçüdə sanuzel, hamam otağı. Bura ayaq yolusu. Sonra mətbəxinə baxmışıq, sanuzellarına baxdıq. Bura yataq otağın birincisi. Baxın, aboylarına qəşəng, səliqəli, tam təmiri, qeyd edeyim, əşyaların 50% qalacaq. Bir dənə qardirobunu çək görsək. Qardirob deyim, sənə. Görək buna bax. 2, 3, 4, 5, 6 metrdir qardirob. Nə qədər istəyirsən bura paltar yığ. Çox dərin. Deyin, eyni şifaner zad, yəni qardirob bu ölçüdə. Sonra, gəl bura. Bu digər yataq otaqdır. Yəni, buradan ev sahibi gördüyünüz kimi istifadə edəm. Yəni, yataq otağı nə istəyirsiniz eləyə bilərsiniz. Uşaq yataq otağı. Və bu da uşaq yataq otağımızdır. Nətərdir? Pəncərələr də ki, böyükdür, baxın. 3 qatlarımızı. Bu ev üçün zəng eləsəz, deyin ki, pəncərəsi 3 qat olan ev üçün zəng edirik. Hər evdə olmuraq. İnternet xətti zadı hamısı var idi. Kim alsa Allah xeyir versin. Sağ olun.